Danışmaq istəyirəm sizə az əvvəl məşğələdə abituriyentlərimə izah elədiyim bu test haqqında. Təbii bu testi bilmək üçün biz söz birləşmələri, ismi birləşmələr, feili birləşmələr, ümumiyyətlə sintaktik əlaqələnmə, bir çox biliklərdən xəbərdar olmalıyıq. Hər halda indi bu videonu izləyənlər düşünürəm ki, bunlardan xəbərdar olacaq. Olmayanlar da bir növ özləri ilə üzləşəcəklər və təbii ki, bunların imtahana düşmə ehtimalını göz önündə bulunduraraq yenidən təkrar edəcəklər. Deməli, uşaqlar, deyir ki, cümlə üzvü kimi tərəflərinə parçalanmayan ismi birləşmənin işləndiyi nümunələri müəyyən edin. Bilirik, 3 tip ismi birləşmə var. Biz buna deyirik birinci növ təyinli söz birləşməsi, ikinci növ təyinli söz birləşməsi, üçüncü növ təyinli söz birləşməsi. Birinci növ təyinli söz birləşməsində hər hansı iki sözün sadəcə olaraq, yəni aslı sözün əsas sözə xüsusi qrammatik göstərici olmadan yaxınlaşması və onu izah etməsi. Bundan söhbət gedir. Məsələn, oxuyan uşaq, yaşıl yolka və ya qırmızı dəftər, sarı limon və bu tip bir çox nümunələr əlbəttə ki. İkinci növ təyinli söz birləşmələrində, yəni qeyri-müəyyən yəlik halı xatırlasanız, əslində bunun söz birləşməsi olduğunu biləcəksiniz. Tutalım, məktəb ləvazimatları, məktəb direktoru, sinif rəhbəri, birinci tərəf hər zaman olur qeyri-müəyyən yəlik halda, ikinci tərəfdə mənsubiyyət şəkilçilidir. Bu olur ikinci növ təyinli söz birləşməsi. Üçüncü növdə artıq birbaşa aslı tərəfimiz müəyyən yəlik haldadır. Bayaq dediyimiz məktəbin ləvazimatları, düzdür, məktəbin ləvazimatları deyiləndə adətən biraz çox da düzgün işlənməsə də, amma işlənir. Elə qeyri-müəyyən təyinli söz birləşmə, daha doğrusu qeyri-müəyyən yəlik halda olan sözlər var ki, biz onları söz birləşməsinin daxilində müəyyən hala çevirə bilmirik. Məsələn, ədəbiyyat dərsi, ədəbiyyatın dərsi demək olmur. Bayaq testlərin birində uşaqlarımla dedik, əl ağacına biz əlin ağacı, qol saatına, qolun saatı deyə bilmirik. İndi uşaqlar, bu 1-2-3-cü təyinli söz birləşməsinin qısa özəti olsun. Amma biz bu testi necə həll edirik? Bizdən parçalanmayan, bilirik ki, birinci növ təyinli söz birləşmələri parçalanır. Məsələn, tam deyirsən ki, yaşıl qələm aldım. Nə etdim, aldım, nə aldım, tam nəyi aldım daha doğrusu və yaxud belə deyək, tam mübtədanın işarəsini çəkmişəmsə, yaşıl qələm itdi. İtdi nə? Qələm, hansı qələm? Yaşıl qələm. Yəni birinci növ təyinli söz birləşməsi parçalandı burada, görürsünüz. Amma elə birinci növ təyinli söz birləşmələri var ki, onlar parçalanmır. Baxaq, yaşıl yamaclarda sürülər görünür. Sürülər görünürdü harada? Yamaclarda, hansı yamaclarda? Yaşıl bölündü. Oxuyan şagirdə hamı hörmət edir. Kimə? Şagirdə, tamamlıq, hansı şagirdə? Oxuyan şagirdə bölündü. Hər tərəf yaşıllığa bürünmüşdür. Hər tərəf bütöv olaraq mübtəda gedəcək. Qədim dövrdə bütöv olaraq zaman zərfliyi gedəcək. Bu bina yeni ildə istifadə ediləcək. Yeni ildə bütöv olaraq gedəcək zaman zərfi olaraq. Yəni hər tərəf, orta dövrlər, qədim dövrlər, yeni il tipli birləşmələrdə biz heç zaman tərəfləri bölmürük və bütöv olaraq cümlənin hər hansı bir cümlə üzvü mövqeyində çıxış etdiririk. Mütləq